Bugün mən sizlərə əsas mövzularımızdan biri olan kompüter qrafikasını izah edəcəm. Gəlin əvvəlcə kompüter qrafikası nəyi öyrənir? Onu bilək. Ümumiyyətlə kompüter qrafikamız proqramların, aparatların köməyi vasitəsilə müxtəlif formata malik olan təsvirlərin yaradılmasıdır. Onların üzərində redaksiya işlərinin aparılması üçün lazım olan metodları, üsulları, vasitələri öyrənir və ilk yaranan bizim qrafik proqramımız Sketchpad olmuşdu. Ümumiyyətlə kompüter qrafikasının tətbiqi 4 sahəyə ayrılmışdı. Birinci vizuallaşdırma, sonra layihələndirmə, modelləşdirmə və bir də qrafiki istifadəçi interfeysi. Və əsas sizə demək bu hissə lazımdır ki, kompüter qrafikasının siz növlərini biləsiniz. Bu növlər 4 cür növü var. Raster qrafikamız, vektor qrafikamız, 3 ölçülü qrafikamız, bir də fraktal qrafikamız. İndi gəlin bir-bir bunların izahlarına baxaq. Birinci başlayaq raster qrafikasından və yaxud redaktorundan. Ümumiyyətlə raster dedikdə biz piksellər, nöqtələr çoxluğunu nəzərdə tuturuq. Raster qrafikamıza aid proqramlar, baxın burada qeyd etdiklərimdir. Və bu proqramları mütləq şəkildə yaxşı bilməlisiniz ki, testlərə düşən zaman nə edə biləsiniz, cavablandıra biləsiniz. Ümumiyyətlə raster qrafikasının çatışan və çatışmayan cəhətləri var. Çatışmayan cəhəti birinci odur ki, həcm baxımından çox böyükdür. Yəni yaddaşda çox yer tutur. Bir də raster qrafikasına aid olan hər hansı bir təsviri böyütmək qeyri-mümkündür. Yəni nə demək istəyir? Biz hər hansı bir tutaq ki, bir şəkildə raster qrafikasına aid bir şəkildir, bir təsvirdir. O təsviri biz böyüdürük ki, hər hansı bir hissəyə baxa bilək. Artıq o böyütdükcə, axı biz dedik, raster nöqtələrdən ibarətdir, nöqtələr çoxluğundan ibarətdir. Yəni artıq biz təsviri böyütdükcə orada olan nöqtələr də böyüyür və nöqtələrin böyüməsi şəklin kobudlaşmasına, şəklin yaxşı görünüşün olmamasına gətirib çıxardır və bu prosesi də biz sərt pikselləşmə deyirik. Yəni piksellər çox necə deyirlər, aydın olaraq bizə bilinir. Və bu da şəkli yaxşı vəziyyətə, necə deyirlər, yaxşı görünüşdə göstərmir. Ümumiyyətlə, bəs çatışmayan cəhəti ilə bərabər onun çatışan cəhətləri, yəni üstünlükləri, müsbət cəhətləri də var. Müsbət cəhəti raster redaktorunda daha doğrusu işlənmiş hər hansı bir rəsmlər, təsvirlər ən yaxşı emal vasitələrinə malik olurlar və burada rənglərin ardıcıl paylanması, yəni yarım tonlar, tonlar, açıq rəngdən tünd rəngə keçmək kimi demək ötürülmənin yüksək dəqiqliyi olur və raster qrafikasından sonra burada ümumiyyətlə bizdə rəng modelləri biz öyrənmişdik sizlərlə. İlə gəlin birinci height koləni öyrənək. Ümumiyyətlə height koləmiz 16 bit yaddaşda yer tutur. 16 bit, yəni 2/16, bu deyilir 65.000. Burada 2/16'dır. Yəni 16 burada yanında düşəbəsində yuxarısında, yəni qüvvətində olmalı idi. 65.536'dır. Yəni 16 bitdə bizdə 2 bayta bərabərdir. Ekran təsvirinin ayırt etməsi bizdə nədir? Ümumiyyətlə ekranımız monitor və demişdik ki, monitorlar nədir? Bir düymə düşün piksellərin sayıdır və bir düymümüzdə 2,54 santimetrə bərabərdir. Orijinal təsvirin ayırt etməsi DPI-dir. DPI-də nöqtələrin sayına bərabərdir. Ümumiyyətlə burada rəng ayırt etməsi printerdə burada DPI olmalıdır. Yəni DPI dedik ki, bir düymə düşən nöqtələrin sayıdır. Burada tor xətlər yazılıb. Əslində biz texniki təminatda sizlərlə öyrənmişdik ki, printerin ayırt etməsi DPI-də doğrudur. Amma artıq söhbət təsvirin ayırt etməsi, yəni printer təsvirin ayırt etməsindən gedirsə, burada LPI olacaq və LPI-də tor xətlərin sayı kimi götürülür. Ümumiyyətlə, baxaq buradan başqa nəyə? Ağ-qara. Ağ-qara bizdə monoxrom rəngdir. Monoxrom rəngi yaddaşda saxlamaq üçün, yəni monoxrom rəng yaddaşda 1 bit yer tutur. True Color'si 2/24, yəni 24 bit yer tutur. Ümumiyyətlə, təsvirin fiziki ölçüsü həm piksellərlə, həm uzunluq vahidləri, yəni riyaziyyatdan bildiyimiz santimetr, millimetr, hətta düyümlə ölçülə bilir. İndi keçdik vektor qrafikasına. Vektor qrafikası ümumiyyətlə rastra dedik ki, raster bizdə
demək nöqtələr çoxluğudur. Vektor isə artıq bizdə xətlər çoxluğudur. Yəni vektor deyəndə yadımıza xətlər düşməlidir və ümumiyyətlə hər hansı bir yaddaş sahəsi xəttin uzunluğundan nə olmur, asılı olmur. Xətlərin də öz xüsusiyyətləri var. Xüsusiyyətləri burada qeyd etmişəm. Xəttin qalınlığı olur, xəttin forması olur, rengi olur və qrafik təsviri bütöv, qırıq-qırıq kimi xətlərimiz nə olur? Növləri var. Yəni xüsusiyyətləri var. Vektorun da rastr kimi çatışan və çatışmayan cəhətləri var. Baxaq çatışmayan cəhətlərini. Ümumiyyətlə rastırı çox hallarda vektoru ixrac etmək mümkün olmur. Rəng sxemləri rastırdakı kimi o qədər də necə deyərlər, tonlara çevirmək falan, tünd rəngdən açıq rəngə, açıq rəngdən tünd rəngə çevirmək o qədər də yaxşı olmur bu vektorumuzda. Sonra rastrda mümkün olan geniş profilli vektor qrafikasında tətbiq etmək olur. Yəni rastrda effektlər var ki, biz onu vektor qrafikasında o qədər də tətbiq edə bilmirik. Üstünlüklərimiz var. Üstünlüklərimiz rastrda nə dedik? Rastrın ümumiyyətlə çatışmayanı vektorun üstünlüyüdür. Rastra dedik ki, həcmi böyükdür. Təsviri böyükdükcə keyfiyyət itir. Vektor isə artıq üstünlükdür. Keyfiyyət itmir. Həcmi azdır. Yüksək çap keyfiyyəti var. Asanlıqla rastra ixrac edə bilərik. Sonra gəlin buradan nəyə baxaq? Fraktaldan danışaq. Fraktal qrafika ümumiyyətlə riyazi hesablamanın köməyi ilə təsvirlərin kompüterlərdə yaradılması üçün nəzərdə tutulmuş bir qrafikamızdır. Fraktal həndəsi bir fiqurdur. Fraktallar üçün burada baxın nələrimiz var? Bizim proqramlarımız var. Bir də yuxarı hissədə mən qrafik redaktorları, daha doğrusu rastrları vektora çevirən proqramlar, yəni vektorizatorlardan yuxarı hissəyə diqqətlə baxın. Vektorizatorlardan qeyd etmişəm burada. İki cür vektorizatorlarımız var. Yəni rastrı qrafikə çevirən bir Adobe Streamline'dır, bir də Corel Trust'dır. Bu iki proqramları nə etməlisiniz? Bilməlisiniz. Sonra keçdik növbəti hissəmizə. Növbəti hissəmizdə burada məsəl üçün AutoCAD-lar var. ArchiCAD, AutoCAD, OrCAD, MassCAD bunlar nə işi görür? Hamısını bir cümlə ilə ifadə etmişəm və 3D-lərə aid proqramlarımız baxın burada qeyd etmişəm. Onsuz slaydın sonunda, yəni müəyyən bir cədvəl daxilində hamısını vermişəm ki, sizin üçün daha rahat olsun. İndi qrafik faylların tipləri, genişləmələri və yaxud uzantılarına baxaq. BMP, PSX, PSX əsasən biz kompüterin texniki təminatını keçmişdik ki, skanerdə əsasən təsvirlər PSX və yaxud TIFF formatında nə edilir? Saxlanılır. GIF bu demək firma tərəfindən yaradılmışdır. GIF formatının əsas çatışmayan cəhəti 256 rəng rejimdə yazılmasının mümkünlüyüdür. Və bu da poliqrafiyada nə edilmir, kifayət etmir. Yəni biraz GIF o qədər də istifadə olunmur bu hissədə. Ümumiyyətlə TIFF formatımız var, JPG formatımız var. Bunları ayrı-ayrılıqda hərəsini bilməlisiniz. Sonra PDF formatımız, PSD, SDR və digərlərini nə etməlisiniz, bilməlisiniz. Rəng modellərinə baxaq. Ümumiyyətlə rəng modellərini biz sizlərlə kodlaşdırma bölməsində öyrənmişdik. Yadımıza salaq gəlin rəng modellərimizi elə mən burada qeyd edeyim. Birinci RGB rəng modelindən başlayaq. RGB 3 rəngdən ibarətdir. Red, gri, bir də blue. Yəni bir qırmızı, yaşıl, bir də mavi rəng və yaxud göy rəng. Demək, bu rəng ümumiyyətlə bir rəngimiz yaddaşda 1 bayt yer tutursa, 3 rəngimiz var. Burada 3 bayt yer tutacaq. Və bilirik ki, 1 baytımız 8 bitdirsə, bəs yaxşı 3 baytımız neçə bitdir? Təbii ki, avtomatik olaraq 24 bit. Yəni, RGB rəng modelimiz 3 bayt və yaxud 24 bit yaddaşda yer tutur. Sonra baxaq, buradan demək RGB yazıram. Bunları özünüz üçün qeyd edərsiniz. Demək, RGB bizdə oldu 3 bayt və yaxud 24 bit. Sonra SMYK, SMYK-da 4 rəng var, olacaq 4 bayt. 4-ü də 8-ə vuracaq, edəcək 32 bit. Sonra var bizdə, demək, Truecolor rəngimiz var. Bu yaddaşda 24 bit yer tutur. Sonra Hide Color var. Bu yaddaşımızda 2 bayt yer tutur. Monoxrom, başqa cür biz buna ağ-qara deyirik. Ağ-qara. Bu isə yaddaşda 1 bit yer tutur.
Sonra burada height kole 2 byte yazdıq. Bunu 16 bitdə yaza bilərik. Bu da belə. Monoxromu yazdıq. Yəni ümumi renk modellərimiz bunlardır. Bunları bilsəz, bunlara aid, yəni qrafikaya aid məsələləri həll edə biləcəksiniz. Sonra keçdik. Buradan artıq bu hissələri mən bildirdim sizə. Təhlükəsizlik palitrası da 256 renkdən ibarətdir və hansı renkdən, siyan renk, hansı renklərin qarışığından alınır, magenta, yellow, bunlara da diqqətli olaq. Baxın, height kole dedim ki, 16 bit və yaxud 2 byte-a bərabərdir. Sonra keçdik indi qrafikamıza aid məsələ tiplərimizə. Gəlin oxuyaq. Ümumiyyətlə kodlaşdırma mövzusunda nələr keçmişdik biz? Mətnin kodlaşdırılması, sonra təsvirlərin, videonun, audionun kodlaşdırmasını keçmişdik. Orada düsturları bilirdik. Yenə də burada düsturları təkrarlayacağıq. Orada məsəl üçün renkdən söhbət gedirdi. Əlifba sözündən, yəni şərtlərdə falan istifadə edirdik. Bir rengin yaddaşda tutduğu yer və yaxud bir simvolun yaddaşda tutduğu yer. İndi baxaq. Burada deyir, təsvir yaddaşda nə qədər yer tutur. Ümumiyyətlə, veb qrafikin düsturu nə idi? Piksel sayı vuraq, nə? Bir pikselin həcmi. Demək, bir pikselin həcminin yerinə biz RGB modelindən istifadə edəcəyik. RGB modelimiz dedik neçədir? 3 byte-dır. Və yaxud 24 bitdir. Burada da 250 piksel sayı ümumiyyətlə dedik, AVB deməkdir. Yəni bunları bir-birini və yaxud istəsəz 3 byte vura bilərsiniz. İstəsəz də ki 24 bitə. İndi cavablarla işləyəcəksiniz bu tiplərdə. Əgər byte varsa cavablarda byte 3-ə vuracaqsınız. Əgər bit varsa cavablarda bitə vuracaqsınız. Yəni hansı doğru cavabdırsa onu götürəcəksiniz. Sonra keçdik növbəti həcmi 12 MB olan video informasiyanın artıq videonun həcminə gəlirik. Və video yazıram. Bərabərdir. Ümumiyyətlə video nə idi? Video piksel sayı qısa yazacağım. Vuraq saniyəmiz, vuraq kadrımız, yəni kadr sayımız, vuraq bir pikselin həcmi, yəni bit yazıram bura. Vuraq nə yazırıq? Demək, saniyə yazdıq, kadr yazdıq, piksel sayı, vuraq bir pikselin həcmi. Elə bir pikselin həcmi bitli ifadə olunur. Heç bunu yazmaya ehtiyac yox idi. İndi gəlin yerinə qoyaq. Baxın, piksel sayımız var. 512 vur 256-dır. Kadrımız, saniyəmiz varmı? Bəli, var. Kadrımız var 8. Demək, vuraq bitimiz yoxdur. Elə bizdə i yazaq. Bitin yerinə i yazıram. Renk çalarından söhbət deyəcəm. Bərabərdə 12 MB. Bilirik ki, i-nin vahidi bitdir. Və renk çaları n bərabərdir 200 i düsturumuz var idi. Yəni biz nə deyirdik? Renk çaları, demək renk sayı, bunlar renk və yaxud bu 3 söz, yəni bizdə nəyi bildirirdi? N-i bildirirdi. I-ni hansı sözlər bildirirdi? Renklərinliyi, renk tərtibi, bir rengin yaddaşda tutduğu yer, bu kimi sözlər i hərfini ifadə edirdi. İndi bizə renk çaları deyirsə, mən əvvəlcə i-ni tapıb, sonra n-də gətirib yerinə qoymalıyam ki, renk çalarını tapam. İndi burada baxın, diqqətli olun, qələmin rəngini dəyişim. Burada 12 MB-dır. 12-dir bu. 12 MB. Sol tərəfim bitdi, sağ tərəfim megabaytdır. Mən ümumiyyətlə hesablama aparmam üçün ikisi də eyni ölçü vahidi olmalıdır. Ona görə mən sizə demişdim ki, həmişə sol tərəfli işləmək lazım. Yəni sol tərəfim nədirsə, sağ tərəfimdə onun vahidinə çevirməliyəm. Gəlin yadımıza salaq. Megabaytdan bitə necə keçirik? Böyükdən kiçiyə keçirib vurma əməlindən istifadə edirik. Mega ilə bit arasında demək 223 nəyimiz var? Yəni 3 dənə oxumuz var. Gəlin onu da təkrar yazım sizə. Bit, ardıcılığı byte, kilobayt, megabayt. 203 burada, 210 burada, 210 da burada. Megadan sonra giga gəlir, gigadan sonra tera gəlir. Yəni bu deyilədi bizdə 223-ə vuracağıq. Yəni 12-ni vuracaqsınız 223-ə. Belə olacaq da. Riyazi hesablamanı eləməyəcəm. Mən ümumi hissəni yazacağım. Riyazi hesablamaları özünüz eləyəcəksiniz. Demək belə olacaq. I bərabərdir. 12 vuraq 223 bölək 512-ni də yerinə 209 yazaq. 256-nın yerinə 208 yazaq. 16-nın yerinə 204, 8-in yerinə 203.
İxtisarlarınızı aparacaqsınız, i-ni tapacaqsınız. Tutaq ki, i 6-dır, tutaq ki deyirəm. Yəni, hesablamadım, deyirəm. Onda n ilə bərabərdir 2 üstü 6, o da eləyəcək 64. Yəni, burada i-ni nə tapsaz, gətirib bu düsturda yerinə qoyacaqsınız. Bu da belə. Sonra burada baxın, rəngləri vermişəm, rənglərin kodlarını vermişəm sizlər üçün, oxuyarsınız. Sonuncu hissəmiz artıq rasterın, yəni raster qrafikasına aid olan faylların, daha doğrusu təsvirlərin genişlənmələri, bir də vektorun genişlənmələri. Baxın, buna diqqətli olun. Bir də ümumi proqramlar vermişəm ki, yəni rastera hansı proqramlar aiddir, vektora, vektorizatorlar 2 dənə idi, adlarını çəkdik əvvəlki slaydımızda. Fraktal redaktorlar, 3 ölçülü, bir də avtomatlaşdırılmış layihələndirmə sistemi. Yəni, bu cədvəldə olan proqramların adlarını yaxşı bilməlisiniz.